2 ayda ona sarılmışam və oyla yaşayıram. Mən hələ özümə gəlməmişəm, amma getməsin. Deyirəm ikincisini də dünyaya gətirib bunu ver get. Hayır, hayır. Sən deməmişəm uşaqlar mənə qala deməsin. Ay istəmirəm onun Eldarın lazımdır. Sən Allah salam sağ ol oyna. Bugünə çoxdan hazırlaşırdıq deyə bilərəm. Niyə? Çünki bir 4-5 dəfə hə demişik, sonra durdurmuşuq, hə demişik. Sonra yaşadığımız olaydan dolayı durdurmalı olduq. Bugün inşallah ki işimizə başlayırıq. 25 illiyimdir. Mən Heydər Əliyev adına saraydan başladım. Yenə də özlərimi sadiq olaraq oradan başlayacağım, sonra davam edəcəm. Hətta mən hər dəfə konsert verəndə içində təzə mahnı oxuyurdum. Bu səfər sizə təzə bir hekayə də oxuyacağam. Bu səfər heç bir şey yoxdur. Özüm varam, orkestrim var və mən varam. Bu 25 ildə yaşanılan hekayələr, sizi ağlatdığım, güldürdüyüm bütün olan hadisələri təzədən yaşayacağıq. Bir də ki, mən onsuz da oxuyuram da. Səs Azərbaycanda bəyən məşq eləmişdim. Mete Beyaz mənim kurtarıcımdır. Öl desə ölərəm artıq. Yəni o məni tutdu, ayağa qaldırdı, o məni saxladı və 2 ayda ona sarılmışam və oyla yaşayıram. Hər dəfə qızın anası atası Səmrə deyir ki, gəlsinlər İstanbul'a evə deyirəm ki, yox, əl vurma. Mən hələ özümə gəlməmişəm, amma getməsin. İsmail düzdür, burada da mənim üçün də çox gözəl bir mahnı yazıb. Bir çox ulduzlarla işləməyə başlayıb. Yəni ki, radiolardan falan görəcəksiniz. Amma yaşamaq barəsində bilmirəm. Onlar 33 ildir orada yaşayırlar. Bilirsən gəlinə deyirəm ikincisini də dünyaya gətirib bunu ver get. Deyirəm, hayır, hayır. Mənim belə yaşadığım bir şey oldu. Mənim atam bir oyuncaq almışdı. Türklər demişkən pəmbə rəngdə. Bir dənə də gri tapçıqa almışdı. Və mən o sıraz o tapçıqanı ona giyindirdim. Çünki o hələ bilmirdik də. Çünki sonra vəziyyət lap ağırlaşdı, heç nə eləyə bilmədik. Amma huşu başında olanda 2 cür almışdı hər şeyi ki, birdən amma o çox istəyirdi ki, oğlunun oğlu olsun. Düşünürəm ki, bəli, əlbəttə nəvəm. Deyirdim ki, ay kişi, sənin nəvələrin var da 2 dənə qızdan nəvədir. Öz nəvəm istəyirəm. Oğul nəvəm istəyirəm. Mətə mənim üçün dünyaya qapı açdı, Mətə mənim üçün hər şeydir. Ay kana getdim, ay konsert verdim, ay pul qazandım, ay nə bilim. O mənim üçün başqa dünyadır, bunu biləsiniz yəni. Belə hisslər yaşamamışdım öz oğlumda. İndi elə bir anayam mən. Ya da nənəyəm mən, nə bilim. Nənəyəm, yox bibi qoymayacağım mən üçün, röyə düşsün mən. Bacımın oğlu da dedi ki, xala, universitetin pulunu ödəmək lazım. Dedi ki, ödəmirəm. Deyir ki, niyə? Deyir ki, deyirəm ki, xala bir də mənə düşsün. Sən öldürərəm biri xalamsan deyirəm, mənə xala bir də demə. Bacıma zəmişəm deyirəm ki, sən deməmişəm uşaqlar mənə xala deməsin. Röyə desin, sizlə müraciət eləsin, yəni əgər hörmət qoyursa. Xala, bibi, gözəl şeydir ki, mən anam tərəf elə deyirəm. Çünki mən olan adını çağırsam, mən parçalayarlar. Amma bizim ailəmiz biraz səvrimenlidir. Ümumiyyətcə Ağdamlar səvrimenlidir. Allah rəhmət eləsin. Nailə xanım Mir Məmmədin ən böyük arzusu demişdi, dedi ki, torpaqlar alınsın. Biz tur edəcəyik və böyük bir orkestrla gəzəcəyik. Bəzi indi şeylər var ki, biz tam açıla bilmirik. Tam bitməlidir. Bütün şərait yaradılmalıdır. Hər kəs evinə köçüb getməlidir ki, yaşayış tamamilə tam deyə bilmərik də var. Ondan sonra deyər Qarabağı gəzəcək. Musiqidə sərhəd yoxdur, musiqinin dili yoxdur. Bunu hər zaman da dedim. Mən ingiliscə bilmirəm. Amma Whitney Houston oxuyanda və yaxud da ki, Beyoncé konsertinə adamın gözü də olur, həyecanlanırsan. Başa düşün, Celine Dion məsəl üçün xəstələnəndə mən özümə yer tapa bilmirdim. Amma mən anlamıram. Demək ki, musiqinin dili yoxdur. Sadəcə olaraq o mənə öz səsi ilə hər şeyi anladır, başa düşürsünüz. 2 nəfərlə artıq yazılıb. Yenə də deyirəm, heç nə edə bilmədik bu 2 ay biz. İnşallah salamatçılıq olsun hər ailədə, mənim də ailəmdə. Mən sevdim. Sizə deyim, sevdim. O komandanı sevdim.
Əgər həmən adamlar olarsa gedərəm. Başqalarının söz vermirəm. Yeni tanışlıqlarım da oldu. Məsələn, mən deyirdim ki, Eldar çox soyuq. Ay, istəmirəm o Eldarın lazımdır. Salam, sağ ol oyna. İndi məsəl üçün ölürəm Eldar üçün. Mənim ailəm böyükdür. Mənim bacım var, mənim qardaşlarım var. Mənim bacım uşaqları var, qardaş uşağı var və mənim anam var. Anam hansı ki çox əziyyət çəkdi bizə görə. Və indi də onunla uğraşıram, yəni onu da biləsiniz. Təşəkkür edirəm, sizi çox sevirəm. Həmişə ailənizin yanında olun, sevdiklərinizin yanında olun, mənim yanımda olun.